Herkese salam. Biz bu videoda longest substring without repeating character litikot sualına baxacağıq. Deməli, burada birinci test şərti başlayaq. Burada deyir ki, təkrarlanmayan olan ən uzun ölçülü B window'unu tapın. Yəni bu hal-hazırda şərtdə tam olaraq belə demir, amma mən sliding window-da həll eləyəcəyim üçün, yəni baş mühəndisi deyirəm. Yəni məsələn, window nədir? Bizə ölçü deməkdir. Məsələn, A-dan başlaya bilərsiniz. Məsələn, birinci B, C, sonra A təkrarlanıb deyə artıq bunu hesablamırıq. Yəni ABC bizdə təkrarlanmayan ən uzun substringdir. Daha sonra məsələn B-yə keçərik. B, C, A artıq B-də təkrarlanıb deyə dayanırıq və məsələn burada 3-ü götürə bilərik. Yəni gördünüz, yəni biraz da bu yəni döngünü davam etdirsəniz görəcəksiniz ki, 3-dən böyük longest substring yoxdur. Təkrarlanmayan. Ona görə cavabımız 3 olacaq. Biz bunu deməli window sliding ilə həll edəcəyik. Ümumiyyətlə əvvəlki videoya baxmanızı tövsiyə görürəm. Əgər window sliding nədir bilmirsinizsə, çünki bu sualdan daha asan idi ona görə. ABC, ben bunun üstünə bara salacağıq, amma birinci olduğuna baxsaq daha yaxşı olar. B deyək məsələn. Birinci məsələn left pointerımız burada olacaq, right pointerımız da burada olacaq. Məsələn, mən belə suallardan həmişə birinci left'i, bir də nəyi axtarırıq? Həmin bu length'i əsan eləyərdim. Length. Nəsə donur. Length'i əsan eləyərdim. Daha sonra nə edəcəyik? Və yaxud kimi right pointer'ı hərəkət etdirəcəyik. Məsələn, yoxlayacaq bununla bu bərabərdirmi, deyilmi? Sonra yenə right pointer'ı hərəkət etdirəcək. Məsələn, C daha əvvəl təkrarlanıb bu yoxsa yoxmu? Onu bilmək üçün artıq biz setdən istifadə etməliyik. Məsələn, bu right pointer-dakıları, məsələn, bunu qeyd edək. Məsələn, right pointer-dakıları setə əlavə etməliyik ki, buradakılarla artıq müqayisə edeyim ki, bu C əvvəl burada olub bu yoxsa yox. Məsələn, gəlin biraz kodlamaya gedək. İstəmirəm video çox uzun olsun. Məsələn, int length bərabərdir 0 deyəcəyik. Sonra int bu bizə left pointer'dır. Bir də bizim həllimiz olacaq. Int length bərabərdir 0. Daha sonra da for int right eşittir s.length right plus. Və setləri unutmağı unutmayaq. Set factor set hash. Bu hər seti yaradırıq. Bir də burada bir məsələ var ki, onu necə izah eləyək? Məsələn, burada baxın, təkrarlananda düzdür. Məsələn, right pointer-ı bir də çevirdik. Burada artıq bizə təkrarlanan ədəd oldu. Məsələn, birinci təsəvvür eləyək ki, bu A məsələn, burada deyil. Məsələn, birinci B imiş, sonra A gəlib. Yəni, left pointer buradadır, right pointer da buradadır. Mən deyirəm ki, bu A-nı buradan setdən silməliyik də, düzdürmü? Onun üçün mən L++ desəm, məsələn, bir dəfə L++ desəm, bu yenə setdən silinməyəcək. Məsələn, L++ deyəndə L bura gələcək və bizim windowumuz bu şəkildə olacaq. Yəni, amma halbuki A yenə buradadır. Yəni, while set.contains A, mən L++ deməliyəm. Yəni, haradakı artıq bizim windowumuz, yəni A-nı A yoxdur. Yəni, bu dəfə A da buradan siləcək və CA şəklində qalacaq. Məsələn, gəlin onu yazaq. While set.contains məsələn, nəyi contains? Nəyi contains eləyir bu right-da, düzdür? Ona görə s.char R deyəcəm. Və deyəcəm ki, set.remove nəyi s.char eli remove eləməliyik. Və eyni zamanda eli plus deməliyik. Yəni,
Burada left pointer'da hərəkət etdirsin. Sonrasında link seçmalıyıq və biz maksimumu da seçməliyik eyni zamanda. Ona görə links bərabərdir max links ilə. Normalda məsələn necə tapa bilərik? Tutaq ki, burada left bir 0 buradadır. 0-cı indeksi göstərir. Right tutaq ki, buradadır. Burada birinci indeksi göstərir. Yəni bunun uzunluğu right çıx L desək 1 olacaq. Yəni 1 çıx 0, 1. Amma 2 dənə ədəd vardı. Ona görə üstündə bir dənə 1 gələrik. Yəni right çıxılsın L digər 1. Lütfen links deyək. Görək nə olur amma baxaq. Yəqin bir dənəsini çox yazmışıq. Air might not have been initialized deyir. Int air düz deyil, bərabər 0 deməliydim burada. Yazması wrong answer verdi. Niyə wrong answer verdi baxaq. Set new hash set for int right 0 s.length while set nöqtə bəlkə bunun set nöqtə contains s nöqtə çarək r demişik. Yəni bu da düzdür. Yəni bu varsa set nöqtə remove s nöqtə çarət L. Yəni bu L-i əslində çıxartsın demişik də. Və L++. Daha sonra length. Bu bizə əsas lengthdir. Baxaq, lengthləri nə verib? Məsələn, 6 verib burada. 5 verib burada. Məsələn, 8 verib. 8. Sanki hamısını hesablayıb. Yox, 0. R-çıxıl +1. Hər dəfəsində onu initialize eləmişik. Görkən, ayaqsa cibdən soruşaq. Əslində soruşmaq da istəmirəm. Bir dənə baxaq. S çarət R. Bəlkə burada əsas məsələ S nöqtə. S-də heç nə əlavə eləməmişik. S nöqtə çarət nəyə əlavə eləyirdik? Məsələn, burada right həmişə əlavə eləyirdik də. Ona görə right deməyimiz yeterli olacaq. Yəni, ümid edirəm. Nəhayət bu şəkildə. Yəni, gördüyünüz kimi burada setləri remove edirik. Amma əldə eləməyi unutmuşuq.